Bu yol bizi futbolun ilkin məbədlərindən birinə aparır. Bir zamanlar tribunaların dolduğu meydanlarda gənc istedadların yetişdiyi bölgələrdən biri Masallıya gedirik. O Masallıya ki, adı gələndə hər kəsi həyəcanlandırırdı. İnsanlar televiziyada, radiolarda, qəzetlərdə oyunların vaxtını izləyirdi. Və oyun zamanı minlərlə azarkeş tribunaya axın eləyirdi. İndi isə futbolun səsi belə eşidilmiş. Biz təkcə problemləri öyrənməyə getmirik. Sualımız sadədir. Burada futbol necə dirçələcək? Yaxud ümumiyyətlə dirçələcəkmi? Masallıdayıq. Burada bir zamanlar azarkeşlərin səsi şəhərin o biri başına dək yüksəlirdi. İndi isə mənzərə tamamilə fərqlidir və əlbəttə ki, mənfi yöndə. Amma müsbət tərəfləri də qeyd etmək lazımdır. Burada futbola böyük istək var və klub da var, Viləş komandası. Bu futbol sevərlər futbola böyük sevgi və peşəkar yanaşma göstərirlər. Bugün biz inspektor heyəti olaraq Masallı futbolunun niyə bu vəziyyətə düşdüyünü araşdıracağıq. Hazırsınızsa, gəlin başlayaq. 1967-ci ildə Masallı şəhərində yaranan Viləş, ölkənin cənub zonasında futbolun ümidini daşıyan komandalardan idi. Bu kollektiv 2000-2001-ci illər mövsümündə Premyer Liqada 3-cü yer tutaraq bürünc medalçı oldu. Lakin maliyyə problemləri səbəbindən 2003-cü ildə fəaliyyətini müvəqqəti dayandırdı. 2 il sonra isə yenidən fəaliyyətə başladı. Amma bu dəfə fərqli adla. 2006-cı ildə adını Masallı olaraq dəyişdirdi, 2008-ci ildə isə klub yenidən sərt böhranla üzləşərək yoxa çıxmaq təhlükəsi ilə qarşı-qarşıya qaldı və tarixin səhifələrində son nöqtəsini qoymuş oldu. Bugün isə Masallı futbolu istedadlı uşaqlar, hələ tam təmin olunmamış infrastrukturlar və yerli səviyyədə fəaliyyət göstərən klublarla mübarizə aparır. Uşaq və yeniyetmə yaş qruplarında fəaliyyət güclənməkdədir. Yerli Viləş klubunun U10, 11, 12, 13 və 14 yaş qruplarında iştirak və qəbul prosesləri həyata keçirilir. Yəni, bir vaxtlar yüksək səviyyəyə çıxmış bir klubun qədim şöhrəti var. Amma indiki vəziyyətdə bərpa mərhələsində sayılacaq. İmkanlar limitli, şanslar məhduddur. Reallıqla məsələyə toxunası olsaq, hətta yox səviyyəsindədir. Biz bu verilişdə Masallı futbolunun keçmiş gücü və indiki mübarizəsini analiz edəcəyik. Nələr baş verdi, nə çatmır, gələcək üçün hansı şərtlər lazımdır? Ümumiyyətlə, cənub futbolunun mərkəzlərindən birini kim bu vəziyyətə gətirdi? Baxın, bura Masallının mərkəzi stadionudur. Qiymətləndirmək siz izləyicilərə qalır. İlk baxışda yaşıllara bəzədilən bir səhnəyə oxşasa da, əslində vəziyyəti heç də ürəkaçan deyil. Mirənə müəllim, biz bəhs etdiyimiz məşhur Viləş stadionundayıq. Hansı ki, qeyd edirik ki, bu stadionda çox böyük nailiyyətlər, uğurlar olub. Bu klub, Viləş klubu komandası çox böyük uğurlar əldə edib, Azərbaycan liqasında dəfələrlə iştirak edib, bürünc mükafatına sahib olub, bunu qeyd etmişik. Və indi isə biz həmin o Viləş stadionu ki qeyd edirik, azarkeşlərə çatdırmaq istəyirəm, izləyicilərə daha düzü. Bax, həmin o stadionun özündəyik. Biz bu stadionu açıqlayacağım, belə təsəvvür eləmirdi ümumiyyətlə. Bundan daha yaxşı vəziyyətdə düşünürdü, nə yalan deyim. Çünki bura yalnız sadə bir ot örtüyündən və iki çox acınacaqlı vəziyyətdə olan qapılardan ibarətdir. Mən istəyərdim, əvvəlcə gəlin bundan başlayaq ki, necə oldu ki, bu vəziyyətə gəlib düşdü bu stadion? Niyə birdən-birə bu hala gəlib çıxdı? Səbəbkar kimdir, günahkarlar kimlərdir? Niyə bu vəziyyətdədir? Bundan başlayaq. Öncəliklə onu qeyd edeyim ki, 1999-2000-ci il mövsümündə Viləş futbol klubu tam olaraq fəaliyyətini dayandırıb. O gündən bu günə kimi də, yəni hal-hazırda bizim Viləş Peşəkar futbol klubu yaranana qədər bu stadionda ümumiyyətlə heç bir fəaliyyət olmuyor. Amma dayandırsa belə müvəqqəti bərpa olunmuşdu. Bəli, müvəqqəti 1-2 illik müvəqqəti bərpa olundu Masallı adıyla, amma yenə də belə deyək də o azərkeş yeridir, müəyyən işlər ki var idi, onlar yəni tam sıradan çıxmışdı.
Bərpa etmək mümkün olmadı. Yəni Xeyr, ona görə yəni təzədən dayandırıldı. bəli, tam stadion sökülməli idi. Yəni azərkeş yerləri təzədən tikilməli idi. Artıq yəni belə deyək də yararsız vəziyyətdə idi. Amma o mərhələyə qədər bu stadion satıldıqdan sonra səhv etmirəmsə bu vəziyyətə gəlib çıxdı. Yoxsa ki necə oldu birdən-birə ki stadion belə çökdü belə deyim. Belə deyək, son Xəzər Lənkəran olan vaxtı əlavədə bir Masallı komandası çıxdı. Aha. Stadion tam şəkildə təmirə bağlandı. Stadion hasara alındı dörd bir tərəfi. Panellər tam sökülüldü. Təzədən yəni stadion burada belə deyək də inşa olunacaqdı. Amma yəni gözlədik, yəni heç bir şey baş vermədi. Sonradan Xəzər Lənkəran da yəni fəaliyyətini dayandırdı və buradakı o işlər də dayandı. Yəni o zamana qədər də ondan sonra artıq belə deyək də panellərimi, müəyyən şeylərimi daşındı buradan. Amma son belə deyək də 5 il ki stadionun hal-hazırki sahibi ki buranı alıb, yəni burada belə deyək stadionun kənarlarında mini stadion tikmək fikri var, yəni bu layihədə var. Stadion azərkeş yeri bərpa olunacaq. Yəni yeni sahibi belə deyək də bu vədləri verib belə deyək də. Bu vədləri verib və yaxın müddətdə artıq belə deyək bu layihə baş tutacaq. Amma hal-hazırki sahibi ki alana qədər həmin vaxtlarda yəni artıq burada panel zad yoxdur. Yəni mən öyrənmək istəyirəm, sahibi alana qədər başqa bir sahibi var idi. Hansı ki sadəcə alınmışdı və illərlə istifadəyə verilmədi və illərlə boşa getdi belə deyək də. Bəs o illər ərzində buna baxmayaraq səhv etmirəmsə burada region liqaları keçirilib. Yəni bu vəziyyətdə, bu şəraitdə olmasına baxmayaraq və azarkeşlər düşünün ki tribunalar olmadan gəlib məhz kənarlardan həmin o region liqalarını izləyirlərmiş. Hətta qeyd etdilər ki neçə min azərkeş gəlib burada izləyib. 1600 azərkeş. 1600 bəli gəlib izləyib region liqalarını. Amma yəni mən nəyi aydınlaşdırmaq istəyirəm? Bəs bu illər ərzində heç kəs düşünmədi və yaxud heç bir təşəbbüs irəli sürülmədi. Bəlkə AFFA tərəfində. AFFA-nın bu məsələyə belə deyim də fikri nədir ümumiyyətlə? Çünki uzun illər, bir var ki 1 il, 2 il, uzun illər bu boyda məhz gördüyünüz ərazi boş qalıb. Yəni yararsız və hansı ki buna ehtiyac var. Hansı ki biz çəkdik uşaqlar da eyni zamanda sizin futbol klubunuzda belə deyim mübarizə aparır, yarışırlar, inkişaf etməyə çalışırlar. Və belə bir məqamda, belə bir arenanın bu ərazinin boş qalmağı yenə deyirəm, burada fəaliyyət olmayıb. Son 3 il ki, 3 il ərzində biz region liqasında çıxış edirik. Artıq azərkeşlər gəlir və belə deyək də buna artıq tələbat var ki, stadion təmir olunsun. Yəni tələbatdan sonra artıq fikirləşdilər ki, bunun tələbatı. Bəli, yəni biz təşəbbüs irəli sürdük ki, sahibinə, yəni stadion sahibinə ki, xahiş elədik ki, burada bu işləri görək ki, azərkeşlər gəldiyi zaman yəni ayaq üstə durub izləməsinlər, rahat oturacaqlarda oturub izləsinlər. Bəs bu stadionun tamamilə bərpası gözlənilir, yenidən qurma, yenidən təmir. Yoxsa belə bir plan yoxdur? Belə deyək, biz inşallah ki, region liqasında çıxış edirik, Viləş Peşəkar Futbol Klubu olaraq. Biz 2-ci liqə vəsiqə qazandığımız təqdirdə yəni o işləri burada görəcəyik. Hal-hazırda region liqasındakı çıxış edirik. Yəni o tələblər yoxdur da. Yəni amma axı bir digər məşqçi qeyd etdi ki, 2-ci liqaya keçmək üçün də orada iştirak etmək üçün də daha düzü həmin o tələblərə uyğun olmaq lazımdır. Bəli, azərkeş yer olmalıdır. Müəyyən oyunçuların çinməsi, dəyişmə, soyunma otaqları olmalıdır, şərait. Bunlar hamısı olmalıdır. Ən azı 500 azərkeş üçün oturacaq olmalıdır, ən azı. Stadionun ətrafı setkiyə alınmalıdır. Yəni siz onları burada eləməyi planlaşdırırsınız? Bəli, hamısını yəni burada belə deyək də stadion sahibindən xahiş eləmişik, o işləri bizim üçün görəcək. Yəni bizim əsas məqsədimiz Masallıda futbol idman növünün peşəkar şəkildə yenidən geri qayıtması və Viləş adı ilə geri qayıtması və futbol idman növünü burada inkişaf elətdirmək. Gənclərimizin, gəncliyimizin sağlam bədəndə, sağlam ruhda tərbiyə olunmasıdır. Masallı futbol getdikcə genişlənmişdi. Ümumiyyətlə də o komanda regionun ən aparıcı komandalarından biri idi vaxtilə. Ondan sonra bu dönəm, elə bir dönəm başladı ki, bu Masallıda futbola baxımsızlıq başladı adətən. Elə oldu ki, Masallı futbolu uçurumda oldu. Tamamilə uçurumda oldu. Ondan sonra həmin dövrlərdə yəni əhəmiyyət verilmədi. Futbola əhəmiyyət verilmədi. Başqa adamların əlinə düşdü, elədi. Masallı futbol get-gedə məhv oldu. Yəni neçə illərdir Masallı əhalisi o futbolun
vüsalında idilər. Çatışmayan bir şey idi Masallıda. Adətən Masallıda 10 minlərdə adam olub, tamaşaçı olub. O indi bu dəqiqə hal-hazırda 300 nəfər, 500 nəfər olsa stadionda böyük şey. Bizim cənub bölgəsində azarkeş dəstəsi yoxdur. Məsələn, bizdə cənub bölgəsində Xəzər Lənkəran idi. Onun azarkeşi bütün Azərbaycana bəllidir. Necə bir azarkeşimiz var idi. Məsələn, Masallının özündə, Vilaş komandasında biz özümüz azarkeşlik eləmişik. Hadisə bizim də yaşımız az idi, amma bütün oyunlarından qalmırdıq, gedirdik. Azarkeş burada çoxdur. Yəni Azərbaycanda cənub bölgəsinin azarkeşləri çoxdur. Xəzər Lənkəran da bu özünü sübut eləyib. Stadion tikilməlidir, akademiya tikilməlidir, uşaq akademiyası. Yavaş-yavaş birdən-birə bu tezliyə olmaz, amma tədricən alınacaq. Çox aşağıda idi. Onu ora qaldırmaq üçün bizə akademiya lazımdır, stadion lazımdır. Qeyd etdiniz ki, yeni, yəni sahibinin artıq 5 ildir ki, bu stadion başqa bir insandadır və bəs 5 il ərzində niyə belə deyək də gözlə görünən işlər görülmür? Bunun bir səbəbi var, yoxsa ki, maliyyə problemləri və yaxud digər məsələlər? Klub olmayıb deyə stadion sahibinin də bunun marağı olmuyor. Amma artıq klub fəaliyyəti var, yəni region liqası səviyyəsində. Yəni böyüklərdən ibarət region liqası olduğuna görə, yəni bu işləri istəyir ki, yəni qabağa aparsın, bu işləri görsün. Yəni bizim burada belə deyək də cənub bölgəsi üzrə heç bir klub 2-ci liqada çıxış eləmir. Yəni ancaq region liqasında çıxış eləyirlər, play-offda düzülürlər, sonra gəlirlər. Maksimum regionallara çıxa bilirlər də belə deyək. Yəni o şərait yoxdur da 2-ci liqada, yəni biz çıxış eləyə bilək. Yəni bu o şərait var idi, yəni xahiş eləmişdik, istəyirdik ki, iştirak eləyək. Müəyyən belə deyək də bizim standartlara cavab vermədiyinə görə və bizim məsələn uşaq futbolumuz da var, Afvanın, bəli, Bəxtiyar müəllim yəqin ki qeyd eləyib. Yəni bu kimi şeylər belə deyək, istəyirik ki, komandanı qabağa aparaq. Ancaq yəni region liqasında oynayaq. Daha peşəkar şəkildə istəyirsiniz. Daha peşəkar şəkildə belə deyək də bu yola davam eləyək. Bəs buna görə də elə Viləş Peşəkar Futbol Klubu qoymuşuq, yəni PFK, Viləş PFK-dır. İnşallah ki, yəni çalışırıq ki, burada istər sahibkarlar tərəfindən, istər dövlət müəssisələrinə, qurumlarına da müəyyən məktublar ünvanlamışıq. Onların üzərinə böyük iş düşür, məsuliyyət düşür. Yəni müəyyən, yəni bizə belə deyək də maddi dəstək, idarə etmə hər şey qaydasındadır. Məşqçi var, məsələn, klubun rəsmisi var. Məsələn, müəyyən şeylər ki var, onlar bizdə var. Amma bu işi qabağa aparmaq üçün birinci növbədə stadion məsələsi həll olmalıdır, kökündən həll olmalıdır. Ondan sonraki məsələlər, yəni o belə deyək də, bugün komandaya sponsorluq eləmək istəyən şəxs də gəlib stadiona baxır, heç bir sponsorluq eləmək. Yəni ayaq üstə gəlib hansı azərkeş, hansı reklama baxacaq misal üçün. Yəni bu kimi şeylər üçün də yəni əlimizdən gələni eləyirik. Müəyyən qurumlara məktub yazmaqla, görüşməklə müraciət edirik ki, yəni bizə bu yolda belə deyək də kömək olsunlar, bu işləri biz qabağa aparaq. Görünən tərəf odur ki, burada futbolun toxumları var, amma yetərə qədər su yoxdur ki, məhsul bol olsun. Təbii ki, bütün bunlar ritorik bənzətmədir. Reallığa qaldıqda isə istedadlar var və yetişir, amma təəssüf ki, şərait yoxdur. Bəxtiyar müəllim, Viləş klubunun komandasının öncəki illərdə uğurları, fəaliyyəti, professional şəkildə fəaliyyəti hər kəsə məlumdur. Masallıda, belə deyək, bu bölgədə ümumiyyətlə Azərbaycan futbolunda əhəmiyyətli rolu olan bir komandaydı. Bugün isə bu komanda, bu klub daha çox həvəskarlar üçün fəaliyyət göstərir və biz burada məşq prosesini izləyirik. Həm az yaşlılar məşq eləyirlər, həm gənclər mübarizə aparırlar, məşq eləyirlər. Hal-hazırda klubun cari vəziyyətini necə dəyərləndirirsiniz? Yəni bu həvəskar futboldan çıxıb daha irəli getmə potensialı nə qədərdir komandanın? İlk öncə təşəkkür edirəm sizlərə. Yəni İdman kanalına təşəkkür edirəm ki, yəni gəldiniz, təşkil elədiniz. Yəni bölgələrdə gözəl işlər görürsünüz, belə işıqlandırırsınız. Bizdə yəni belə deyək də hər yaş qruplarından var. 10 yaşdan 14 yaşa kimi, yəni bizim cənub bölgəsində çempionatlarda, Afqanın keçirdiyi çempionatlarda iştirak edir. Biz də yəni regional ancaq yarışmalarda istifadə edirik. Bəli, regionaldadır. Yəni bizim bir də region liqa komandamız var hal-hazırda. İndi onlar da çempionatda iştirak edirlər. Amma yəni bizdə də potensial odur ki, yəni uşaqlarımızı ancaq biz çalışırıq ki, yəni gənc yaşdan
belə deyək də Cəlb eləmək. bəli, Və cəlb eləmək. eləmək üçün nə edirsiniz? Məsəl üçün az yaşından ki, onlar müraciət eləsinlər. Yəni Valideynlər- dərslər ödənişlidirmi, ödənişsizdirmi? Bundan istəyərdim danışaq ki, yəni əgər bu ödənişli olduğu halda fürsəti olmayanlar müraciət edə bilirlərmi, şans Bəli, yaradılır? bəli, o da biz belə deyək də, yəni biz burada platmı, pulluq stadiondur burada. Ödənişli yəni, stadiondur. ödənişlidir, Aha. bəli, biz ödəniş Stadiona görə ödədiyimizə- ödəniş edirsiniz Bəli, yəni. ödəniş edirik, amma komandanın özünün stadionu yoxdur. Xeyr, hələlik yəni yoxumuz əsas komandandır. O da ki, mərkəzi stadionda Əsas olur. heyətdə, Bəli, hə. onlar oynayırlar orada oyunlarımızı. Amma belə yəni fərqi yoxdur. Yəni o bizə valideynlər müraciət eləyir, imkanı yoxdur, biz onu qəbul edirik. O fərqi yoxdur. Yəni onu maddi cəhəti zəifdir, ya imkanı var, ya yoxdur. Biz istedadlı əsas odur ki, bizim istedadlı Bəli. uşaqlar yəni üzə çıxardaq, klublara, yaxşı klublara yəni uşaqları Yetişdirəsi. bəli, yetişdirib Bəs orada. hal-hazırda məşq edirlər uşaqlarda. Yəni uşaqların cari potensialını, vəziyyətini necə dəyərləndirirsiniz bu günlərin real vəziyyəti? Real vəziyyəti çox yaxşıdır. Bizim uşaqlar çox yaxşıdır, oynayan uşaqlardır, istedadlı uşaqlar çoxdur bunların içində, həddindən artıq. Hətta deyə bilər Turan Tovuzda da bizim belə deyək də uşaqlar yetirmələrimiz var, Sabahda da var. Yəni bizim Yetişdirib digər komandalara göndərirsiniz. Bizdə ancaq yəni böyük komanda olmadığına görə, tam professional belə deyək də akademiyamız olmadığına görə məcburuqdur uşaq istedadlı uşaqdır, ancaq yəni belə deyək də o klublara ancaq müraciət edir. Bəli. Bax, elə siz qeyd etdiniz ki, akademiya yoxdur. Bu da böyük bir problemdir əslində ki, komandalara, uşaqlara verməli olursunuz belə deyək. Və mən istəyərdim biraz real vəziyyətdən bəhs eləmişkən, elə əsl çətinliklər nələrdir? Komanda olaraq inkişafa mane olan çətinliklər, klubun deyək də əvvəlki potensialını qazanmaq üçün sizə mane olan nələrdir? Az yaşlıdan belə yetişdirirsiniz uşaqları. Əsas çətin məqamlar nələrdir? Biraz bunları istəyərdim ki, işıqlandıraq. Çətin məqamlar belə deyək də, yəni bizdə özümüzdə yəni akademiya olsa, yəni daha yaxşı olar. Yəni Cənub bölgəsində belə deyək də, Salyandan Astaraya kimi, yəni bizdə Cənub bölgəsində yəni akademiya olmadığına görə biraz çətinlik var. Nəyə görə? Çünki akademiyada uşaqlar olanda belə deyək də, onun qidası, nə bilim, hər bir şeyin rejimi nəzadına fikir versən, amma belə olanda yəni bu uşaqlar hərəsi bir evdən gəlib bilmirsən ki, nə qidalanır. Əsasən də qidalanmasıdır. Uşaqların qidalanmasına ona önəm veririk ki, yaxşı olsun. Yəni evdən gələndə biz bilmirik hansı vəziyyətdə gəlir. Bu yeməyini yeyib, yeməyib, yəni o biraz çətinlik yaradır. Məşqçi kimi bütün biraz çətinlik yaradır ki, biz ona hansı belə deyək də fiziki durumda verək, yəni necəsə verək məşqi, ona biraz akademiya olanda gözümüzün altında həkim nəzarəti, qidası, hər bir şey onun içində bilirik ki, hansı belə deyək də şəraitdə, vəziyyətdə. Onda belə çıxır ki, əsas problemlərdən biri akademiyanın olmamağıdır. Hansı ki, siz qeyd edirsiniz, akademiya olsa daha az yaşından uşaqları yetişdirib məhz daha irəli getmək mümkündür, belə başa düşürəm. Hətta bizim də belə deyək, bir dənə tələbəmiz də yəqin indi məlumatınız olar da, Azərbaycan millisində U17 milli komanda, Aqil müəllimin başçılığı altında U17 milli komandasında da hal-hazırda çıxış eləyir orada da. Millimizin şərəfini də qoruyur, qurudurucudur biz üçün də. Həmin masallımız üçün, Azərbaycanımız üçün. Burada bölgədə? Bəli, bizim sırf mənim yetirməm olub, bu komandadan çıxıb. Mən ilk başda 2020-ci ildə Masal Futbol Akademiyasından başlamışam və burada karyeramı davam etdirməyə başlamışam. 2022-2023-cü ildə Toronto Akademiyasında seçimlər oldu və məni çağırdılar oraya seçmələrə. Orada getdim, özümü yaxşı göstərdim və seçildim komandaya. Sonra bir il artıq orada oynadıqdan sonra İspaniya seçimləri oldu, Marset Akademiyası. Və orada seçimlərə dəvət edildim. Getdim və orada seçimlərə 100 nəfər uşaq idi, 15 nəfər uşaq seçdilər və onların biri mən idim. Və getdim İspaniyaya və belə karyeram davam etdi. Mənim uşağım futbol oynayanda, məsələn, kətdə oynayırdı da, Beşədə zətdə belə stadionlar, düz yer tapıb orada oynayırdılar. Sonra mənim uşağımın talantını gördüm, gətirdim, Bəxtiyar müəllim burada ona məşğul oldu. Ondan sonra benim uşağım çox inkişaf elədi. Getdi, Turan Tovuzda oynadı, oradan getdi, oradan İspanlar seçdilər, Marsedə getdi, oradan Millidə oynadı. Yəni demək olar, eləmək olar. Təkam verilsə eləmək olar. Mənim uşağım Avropaya kimi getdi çıxdı. Demək, mənim uşağım gedə bilərsə, demək hər bir uşaq gedə bilər. Talantlı uşaqlar gedə bilərlər. Mən yəni ora getməyimlə çox böyük bir dünya görüş əldə etdim. Mən üçün yaxşı oldu ora getmək. Orada getdim, təcrübə qazandım, yaxşı klublarla oyunlara çıxdım, güclü tanınmış klublarla oyunlara çıxdım.
O təcrübələr, çoxlu təcrübələr qazandım. Uşağı da ara gətirirəm. Məsələn, burada uşaqların futboluna göstərirəm, balaca uşaqlara da gəlir, gətirirəm bura ki, yəni uşaqlar görsünlər ki, həvəsdən düşməsinlər, görsünlər ki, belə bir uşaq ora kimi gedib çıxa bilibsə, demək, gedəmək olar. Biraz dəstək lazımdır. Siz qeyd edirsiniz ki, potensiallı uşaqlar çoxdur, amma potensialla hər şey yekunlaşmır. Çünki nə qədər potensial olsa da bir yerdə dayanır bu. Xüsusən yaş artdıqca artıq bəzi çətinliklər bunu saxlayır. Çünki beynəlxalq arenaya çıxmaq lazımdır, təlim məşqlərə getmək lazımdır, maddi cəhətdən sponsorlara ehtiyacı da yəqin ki var, bütün bunlara yəqin ki ehtiyac var. Biz də bugün gəlmişik ki, bu əsas məqamları qabardaq ki, problemlər nələrdir ki, onların öhdəsindən gəlinsə, bəlkə bütün bunları belə deyək, həll etmək mümkün olar. İstəyərdim siz də qeyd edərsiniz ki, başqa nələrə ehtiyac var? Bizdə başqa deyəndə ki, uşaqların yəni geyimləridir əsasən. Yəni komanda kimi bir komanda və formalaşdırma geyimləridir bunların. Universallardır, toplardır. Yəni çətinliklər bu bölgələrdə bizdə bunlarda bəli, onlar ən çox olur. Üst geyimləri, oyun geyimləri, yəni onlarda biraz çətinliklər olur. Baxma indi komanda yarışa gedəndə yol xərcləri var, bəzi şeylər var. Onda biraz çətinliklərimiz olur. Yəni əsasən olardı yəni. Və bir də yəqin ki, stadion baxımından. Mən düşünürəm ki, bu qədər uşaq müraciət edirsə və müxtəlif yaş kateqoriyaları sizdə var da, yəni genişli kateqoriya. Və bu qədər kateqoriya üçün belə, yəni kiçik belə deyək, arenalar kifayət eləməz hər bir halda. Yəni və infrastruktur baxımından da yəqin ki, daha çox belə deyək, arenalara ehtiyac da var. Meydançalara daha düzü. Bəli, bizdə belə deyək də bu kiçik meydançalar 10 yaş, 11 yaş üçündür. Yəni onlar o liqdə oynayan uşaqlar, yəni bu meydançada belə bir meydança, amma ucu getdikcə 12, 13, 14, ucu təbii ki, böyük meydançaya. O da o bizim yəni şərait olmadığına görə məcburiyyət qarşısında biz uşaqları itirməmək üçün, yəni istedadlı uşaq var, onu itib batmamaq üçün biz burada məcburuq ki, bu meydançada məşqimizi eləyək ki, yəni o uşaq ən azından ki, yəni bizlə qalsın, bizlə yəni davam eləsin. İtirməyəsiniz də belə deyək, həmin potensialı. Siz gələcək potensialı necə dəyərləndirirsiniz? Viləş komandası, Viləş klubu, yəni problemlər aradan qalxdıqca o əvvəlki statusunu əldə edə biləcək sizcə? Bu mümkün, nə qədər real görsənir sizin üçün? Biz də vallahi çalışırıq ki, yəni onu gələcəkdəki o Viləşi yəni geri qaytaraq. Yəni bu tamaşaçıların belə deyək də, yəni istəyidir, yəni ən azından bir region liqasında biz çıxış eləyəndə də Viləş adı ilə də bu təzə dəyişilib bizim adımızda region liqasında çıxış eləyir. Yəni tamaşaçılar, azarkeşlərin hamısını yəni istəyi ilə görürük ki, yəni sevirlər bu adı. Biz də inşallah yəni əlimizdən gələni eləyirik ki, yəni sevindirək azarkeşlərimizi, həm sponsor cəlb eləyək özümüzə ki, bəli. Sponsor cəlb eləyək ki, özümüzə ki, yəni komandanın gələcəyi üçün, gələcək taliyi üçün daha da yaxşı olsun. Yəni bu formada getməsin də daha da yaxşı olsun. Çünki az yaşlılar böyüdükcə istəyirik ki, yəni meydança əsasən də meydança amilidir bizdə. Yəni problem əsas budur ki, burada yaşanır problem. Siz qeyd etdiniz ki, digər məsələlərdə də problem yoxdur, amma siz heç düşünmürsünüz ki, məsələn, daha çox məşqçi, təlim məşqlər, bütün bunlar da önəmlidir yəqin ki və düşünürəm ki, bunlar da tam yəqin ki, həll olunmuş məsələlər deyil hələ ki yəqin. Çünki əgər peşəkar formada mübarizə aparmaq və peşəkar formada yarışmaq lazımdırsa, onda daha çox məşqçi, daha geniş belə deyək, təcrübəyə malik mütəxəssisləri bir araya yığmaq, təlim məşqlər, mübadilələr aparmaq lazımdır. İdmanda bu çox önəmlidir. Digər idman növlərdə olduğu kimi futbolda da. Bəs bunlarla bağlı nə düşünürsünüz? Yaxın gələcəkdə belə məqamlar gözlənilir? Təbii ki, sadəcə olaraq hal-hazırda bizim o region liqasındakı çıxış eləyirik. Bizə yəni bir məşqçi kifayət edir. Yəni məşqçi köməkçisi, bəli, yəni bu səviyyədə. Amma ikinci liqa olduğu təqdirdə təbii ki, məşqçinin əlavə köməkçisi də olmalıdır. Təlim məşq toplanışlarına gedilməlidir. Ölkə xaricində, istər ölkə daxilində, rayonlarda müəyyən yoldaşlıq görüşləri təyin olunmalıdır. Yəni bu kimi şeylər artıq belə deyək də liqa qalxdıqca, məsələn region liqasından qalxdıq ikinci liqaya, artıq bu işlər böyüyür təbii ki. İdarə heyətində də, məşqçi heyətində də müəyyən işlər ki var, onlar artıq proqramlı şəkildə bizim yəni gələcək üçün hazırladığımız proqramların içində var. Bəs siz qeyd etdiniz ki, baxın liqaya qalxsa, keçə bilsə mərhələni, artıq bunlar təmin olunacaq da, tam yerini tutacaq. Məsəl üçün bunun öhdəsindən gəldiniz, digər mərhələyə keçə bildiniz. Amma belə bir şəraitdə qeyd etdiyimiz kimi siz çıxış edə bilmirsinizsə, onda bəs necə olacaq? Yəni biz əgər ikinci liqaya vəsiqə qazandığımız təqdirdə onsuz da son 1-2 ay ərzində, yəni bu soğuq aylar bitdikdən sonra stadionda artıq o işlər başlayacaq. Yəni mən stadion yaxın gələcəkdə başlayacaq. Bəli, yaxın gələcəkdə başlayacaq.
Yəni Bir neçə aydan sonra. Bəli, bir neçə ay sonra biz bu stadionun təmir bərpası başlayacaq. Bəli, Azərkeş yeri də olacaq. O müəyyən işlər ki var. Yəni 2-ci liqa səviyyəsinə çatacaq standartlara uyğun nə varsa, onlar yəni təmin olunacaq. Yəni bu işlər görüləcək. Sadəcə olaraq bu günləri, yəni region liqasında biz çıxış elədiyimizə görə bu tələblər yoxdur deyə, yəni bu şeylərdə yəni görülmür, belə deyək. Arxa fonda qalıb. Bəli, arxa fonda qalıb, amma növbəti inşallah, yəni liqa mərhələsinə ki, 2-ci liqaya ki, vəsiqə qazandıq. Yəni o məsələləri mən əminliklə deyə bilərəm ki, stadion sahibi də yəni bu fikirdədir ki, özlərinə götürüb. Bəli, özlərinə götürüb və bu işləri görəcək. Məsələn, stadionun belə deyək də kənarlarında mini stadionlar, üstü bağlı mini stadionlar və digər işlər görüləcək ki, burada yəni sırf böyük futbol yox, məsələn mini futbolda oynamaq istəyən oynasın, məşqlərin keçsin, məsələn trenajyor zalı, müəyyən belə deyək də kompleks səviyyəsinə gətirib çıxartmaq istəyirik. Belə olan halda sual yaranır. Görəsən Azərbaycan qanunvericiliyi bu barədə nə deyir? Qeyd olunan stadion əgər xüsusi mülkiyyətdədirsə, Azərbaycan Respublikasının mülki məcəlləsinə əsasən xüsusi mülkiyyətdə olan torpaqlara şəxs dediyi kimi sərəncam verə bilər. Yəni həmin torpaq sahəsi, daha doğrusu stadion o şəxsin xüsusi mülkiyyətli olduğu halda və Azərbaycan Respublikasının qanunvericiliyi nəzərdə tutulmuş qaydada şəxsə onun xüsusi mülkiyyətli olması ilə bağlı çıxarış verildiyi halda şəxs onu təyinatını öz şəxsi istəyinə uyğun olaraq istifadə edə bilər. Yəni torpağın təyinatı var. Əgər torpaq kənd təsərrüfatı təyinatlıdırsa, təbii ki, onun təyinatına uyğun. Əgər torpaq sahibkarlıq fəaliyyətinin məqsədi ilədirsə, sahibkarlıq fəaliyyəti istiqamətində, əgər fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsidirsə, o həmin əraziləri, stadionun ərazisini öz istəyinə uyğun olaraq fərdi yaşayış evi kimi istifadə edə bilər. Burada əsas məqam ondan ibarətdir ki, həmin stadionun mülkiyyətçisi mülkiyyətdə qeyd olunan, çıxarışında qeyd olunan təyinatına uyğun olaraq istifadə edə bilər. Onun təyinatından kənara çıxa bilməz. Əgər təyinatını dəyişdirmək istəyirsə, bu barədə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət tərəfindən yaradılmış saytda torpağın təyinatının dəyişdirilməsi ilə bağlı müraciət edib, təyinatını dəyişdirə və həmin təyinatının dəyişdiyinə uyğun olaraq istifadə edə bilər. Azərbaycan Futbol Federasiyası köməklik eləməlidir. Komandaların ümumiyyətlə Azərbaycan futbolunun yüksəlməsi üçün dünya çapında hallanması üçün, necə ki 44 günlük müharibə dünyaya səs saldı ki, Azərbaycan budur. Futbolda da eləmək üçün AFFA-nın yardımı lazım, AFFA-nın köməkliyi lazımdır ki, Azərbaycan bayrağı hər bir yerdə dalğalansın. Uşağım 5 yaşı olanda 2015 təvəllüdlü, 2020-ci ildə uşağı gətirdim, qoydum, 5 yaşı tamam idi, 6 yaşa keçmişdi. Əvvəlcə kompleksdə məşq edirdilər. Daha sonra isə bura Birləş Mini Stadionunda məşqlər davam elədi. O vaxtdan bəri də uşaq oynayır, özü sayılıb seçilən uşaqlardandır. Valideyn kimi məsələn məktəb çətinliyi vardı bu illəri. Məktəb birinci, ikinci növbə olduğuna görə mən məcbur oldum, uşağın məktəbini dəyişdim, perevod aldım başqa bir məktəbə ki, sərsəri olsun. Yəni birinci növbə olsun ki, uşaq ikinci növbə rahat məşqin gəlib keçə bilsin. Mən onu əsla ayırmaq istəmirəm, ancaq gələcəyi biraz təhsildən də ayırmaq istəmirəm. Çünki təhsili də mənim üçün önəmlidir. Təhsili yaxşıdır özünə görə, yaxşı təhsili özüm məşğul oluram. Amma görsəm ki, təhsilinə mane olur, məcburam futboldan ayıram. Çünki futbolda gələcək elə bilmirəm nə olacaq. Bölgələrdən də qeyd etdi müəllim ki, məsəl üçün uşaqları biz yetişdiririk, veririk digər klublara, amma ki, hansı ki, burada şərait olsa, elə bölgələrimizdən çıxar o məşhur idmançılar və getməyə, kənara getməyə də ehtiyac olmaz. Burada dedi, baza olmağı çox önəmlidir bizim üçün. Çünki bu şəraitsizlik bizim inkişafımızda çox maneə olur. Yəni, bir uşaq nə qədər inkişaf eləsə də, şərait olmadığı müddət ərzində o mənasız inkişafdır belə baxanda. Çünki hər uşağın getmək fürsəti də olmur, bu da var. Ona görə mən düşünürəm ki, stadionla yanaşı bu məsələlərə toxunmaq yəqin ki, lazımdır. Təbii ki, ümumiyyətlə onu qeyd edeyim ki, Cənub bölgəsi üzrə akademiya yoxdur. Yəni heç bir rayonda, Səlyandan, belə deyək, Lerik rayonuna qədər. Yaxın bölgələrdə belə yoxdur. Yəni ümumiyyətlə akademiya söhbəti yoxdur. Biz yəni tələbələr
yetişir belə deyək də bir yerə qədər gəlir çatır. bəli. Biz artıq ondan o yana biz belə deyək də yəni artıq biz onu akademiyaya məcbur oluruq ki, göndərməli olursunuz. amma bizim öz akademiyamız olsa biz onu təbii ki heç bir yerə göndərməliyik. Öz bazamızda qalar, öz böyük yaş qrupumuza yavaş-yavaş yaşatdıqca həmin yaş qruplarında iştirak edir. Cənub zonasında bir dənə akademiya olsa, mən uşağı rahatca ora qoya bilərəm. Yəni özüm nəzarətimdə də olar, təhsili ilə də maraqlanaram. Arzum odur ki, AFFAdan da arzum odur ki, yəni Cənub zonasında bir akademiya olsun ki, uşaq elə burada yetişsin. Gələcəyinə 20 yaşından sonra hansı kluba məsləhət olar, gedər oynayar. Azərbaycan futbolu üçün bir şəxsiyyət kimi yetişər. Problemlər olsa belə müraciət edən uşaqların sayı günü-gündən əksinə artır. Bəli. Azarkeşlərin sayı günü-gündən artır və biz hətta verilişimiz boyunca müxtəlif idman növləri haqqında bəhs etsək də həmişə bölgələrdən maraqlananlar çox olur. İdmanın müxtəlif növləri üzrə, xüsusən də futbol üzrə bölgələrdə xüsusi maraq var idmana. Və qeyd etdiyimizdən də belə çıxır ki, əgər ki bu problemlər zamanla aradan qaldırılsa, maliyyə, sponsorda, tribunaların elə qaydasından düşməyidir. Bütün bunlar aradan qalxsa, çox güclü bir Viləş komandasını biz görə bilərik. Hətta belə başa düşürəm, beynəlxalq yarışlara da çıxıb çox yaxşı səviyyədə təmsil edə bilərlər bu istəklə. Bəli. Bizim də fikrimiz odur. Region liqasından, yəni inşallah burada istəyirik çempion olub, ikinci liqa vəsiqə qazanaq. Orada bu region liqasında biraz başqa cürdür, amma ikinci liqa, birinci liqa yəqin məlumatımız var. Onlarda tələblər başqa cürdür. Burada tribuna olmalıdır, başqa şeylər, bəzi standartlara cavab verməlidir. Bunun üçün də standartlar təmin olunmalıdır. Bəli, biz yəni onun üçün çalışırıq ki, yəni ikinci liqa vəsiqə qazanaq, burada region liqasında çempion olub, yəni ona da nail ola bilərik. Yəni o gücdə uşaqlarımız var. Əsasən öz yetirmələrimizdən də var, gənclərimizdən də var. Belə deyək, müxtəlif şeylərdən, rayonlardan da gələnlər var bizə, komandamıza. Yəni oynayarıq. Biz inşallah yəni çalışırıq ki, belə deyək də, yəni çempion olub, ikinci liqa, sonra birinci liqa, inşallah başqa cürdür. Amma onların, siz demişkən, yəni ki, onların tələbləri başqa cürdür. Və tələblərə cavab vermək lazımdır. Orada çünki standartlar yüksək. Stadion olmadığımıza görə biraz çətinliyimiz var. Yəni belə bir məsələdir, yəni ki 100%. Tribunamız olmamağı, nə bilim, soyunub geyinmə otağı biraz uşaq boyları, onlar hamısı olmalıdır şərtlərində. Rəqabət azdır, stadion deyirlər ki, yoxdur və olan stadionda vəziyyəti budur, onun bərpasına başlanılacaq. Bunlar da məncə böyük problemlərdir. Bunlara da toxunmaq lazımdır. Bəli, təbii ki, region liqasında hal-hazırda Cənub bölgəsi üzrə 9 komanda iştirak edir. Bu çox azdır, mən düşünürəm deyə. Yəni hər rayondan belə deyək də bir komanda qoşulub. Yəni oradan belə deyək də play-off mərhələsinə vəsiqə qazanırlar, ondan sonra belə deyək də birinci yer tutan ikinci liqaya vəsiqə qazanır. Azarkeş baxımından qeyd etdiniz ki, çox maraq var. Yerli çempionatlar yəqin ki, öz aranızda keçirilir uşaqlar arasında, onların inkişafı üçün. Belə olduğu halda, yəni tribunaya gəlib izləyənlərin sayı nə qədərdir ümumiyyətlə yarışlar? Elə öz bölgələrimizdən götürək, yaxın bölgələrdən gəlib müraciət edənlər olur, baxanlar olurmu? Çünki azarkeş dəstəyi də çox önəmlidir, bilirik ki. Bu da motivasiyanın ən böyük növüdür yəqin ki. Burada vəziyyət necədir? Bizdə belə deyək, region liqasında biz keçən il iniş iştirak eləyəndə biz play-off mərhələsinə vəsiqə qazanmışdıq. 16-da bir vəsiqə qazanmışdıq. Bəli. Biz burada play-off mərhələsində oynayanda bizdə Azərkeş 1600 tamaşaçı var idi burada. 1600, bəli. Yəni mərkəzi stadionda, o da ki, yəni bizdə belə deyək də oturacaq yox, yəni şəraitsiz. Orada da problem var. Bəli, 1600 tamaşaçı bizim oyunu izləyirdi. Ayaq üstədir. Ayaq üstə, yaşlısı, cavanı. Qeyd eləmək lazımdır əsas bunu, bəli. Yəni yaşlısı, cavanı, balacası, yəni hamısı gəlmişdi komandanı dəstəkləmək üçün. Yəni onlar hamısı yəni belə deyək, yəni yaxşı olsa inşallah, yəni mən elə bilirəm ki, daha da ondan da çox olacaq. Futbol sevəcəkləri Viləşin də inşallah yəni istəyirik ki, biz də əvvəlkisindən də yaxşısına qayıdaq. Yəni bu cavanlar yəni görürsüz də yəni bu şəraitdə məşq edirlər, bəli. Yəni istəyirik ki, daha da yüksəklərə getsinlər. 2026-nın mart ayına qədər mən yenə də deyirəm də o stadion sahibinin sözünü sizə çatdırıram. Yəni bəzən olur ki, deyirlər ki, siz söz veribsiz, niyə eləmirsiniz? Yəni bu stadion bizim deyil. Yəni stadion sahibinin yəni fikri, görəcəyi işi mən çatdırmaq istəyirəm ki, yəni bu işlər burada görüləcək. Yəni istər mini stadion ətrafında, kənarlarında, istər stadionun azarkeş yeri
və digər məsələlər ki var 2-ci liqada Bəli. normal çıxış eləyə bilməyimiz üçün, çünki birbaşa biz Premyer Liqaya gedə bilmərik. Yəni region liqasında birinci yer tutmalıyıq, 2-ci liqaya getməliyik, bəli, mərhələ. Yəni o səviyyə çatdırmaq üçün bizə söz verib. Yəni biz də o həm sahibi adından deyirik ki, yaxın müddətdə bu məsələlər həllini tapacaq. Yəni biz buna inanırıq. Bütün bu problemlərin həlli olaraq siz məktub şəklində, elektron şəklində müraciətlər ünvanlayırsınız. Bəs bu müraciətlərinizə lazımı olan cavabları tam ala bilirsiniz, yoxsa qisməndir? Tam deyil, tam ala bilmirik. Bəli, təbii ki, tam deyil. Buna da əsas səbəblərdən biri yenə də dediyim kimi, yəni stadionun olmamasıdır. Yəni bizə onda görə maraq yoxdur. Yəni stadion olduğu təqdirdə, yenə deyirəm, təkrarçılıq olur, qeyd edirəm. Yəni bu yaxın müddətdə inşallah ki, bu baş verəcək. Yəni biz hansısa bir qurumla görüşəndə, tutaq ki, X bir qurumla görüşəndə deyirik ki, məsələn bizə müəyyən məsələn forma, məsələn dəstək olun. Məsələn deyir siz harda fəaliyyət göstərirsiniz, deyirik Masalda. Bir hansı stadionda? Məsələn stadion yoxdur. Təbii yoxdur səviyyəsində. Təbii ki, məsələn üçün sponsora deyirik ki, məsələn burada bir iş görmək lazımdır, məsələn üçün komandaya dəstək olmaq lazımdır. Ən azından biz onun formanın üstünə onun loqosunu vura bilirik. Yəni ondan artığını burada eləyə Ümumi götürəndə biz məşqçi ilə də söhbət etdik, uşaqların potensialını yaxşı qiymətləndirdi, yüksək qiymətləndirdi. Amma ki, nə düşünürsünüz? Yəni ki, bu stadion bərpa olunsa belə, yəni bütün bunlar kifayət eləyəcək daha yüksək mərhələlərə gedib çıxa bilmək üçün. Təbii ki, yenə deyirəm, o yəni 2-ci liqa olduğu təqdirdə artıq sponsor marağı da orada artır. Müəyyən işlər ki var, artıq o belə deyək də 2-ci liqa yarı peşəkardır, amma yəni peşəkara doğru gedir. Yəni biz orada belə deyək də bu işlər böyüdükcə biz müəyyən akademiya istər AFFA tərəfindən diqqəti cəlb etmək üçün yəni xahişlər eləyib, məsələn məktublar yazıb, məsələn Cənub bölgəsində akademiyanı məsələn elə bura salmaq olar. Çünki digər rayonların tam mərkəzi bura sayılır da. Yəni bura salınsa, məsələn digər rayonlardan da bu yəni elə güclü uşaqlar var ki, yəni o gəlib Premyer Liqada oynayır. Sadəcə klubsuzluqdan, akademiyanın olmamasından, şəraitsizlikdən belə deyək. Şəraitsizlikdən, birinci növbədə şəraitsizlik. Ən böyük problem belə başlayır. Şəraitsizlik və yetərincə sponsorun olmamağıdır. Sponsor olmamağının səbəbi, yəni bu şəraiti görürlər və düşünürlər ki, bir şey alınmaz. Hansı ki biz qeyd etdik, Vələş stadionu, yəni illərlə çox məşhur olub bölgələrimizdə və klub özü də. Amma heç kəs belə başa düşürəm hələ ki, tam belə inanmırdım potensiala. Bura Masallı futbolunun məbədidir. Bu torpaqların idman qürur nöqtəsidir. Amma indi burada həyat yoxdur. Bir zamanlar burada azarkeşlərin sevinç səsləri eşidilirdi. İndi isə bura sadəcə təbiətə qarışıb. Masallı futbolu illərlə bu meydanda nəfəs alırdı. İndi isə nəfəs ala bilmək üçün sadəcə mübarizə aparır. Bura Masallıdır. Burada yenidən futbolun səsi ucalacaq. Sadəcə o səsi eşidə bilmək üçün onu eşitmək istəyən qulaqlar lazımdır.